Bu rəsmin müəllifi tanımadığımız rəssam deyil, tanıdığımız İnsan Resursları üzrə Biznes Tərəfdaşlıq bölməsinin müdiri Elvin bəydir. O, həm də rəssamdır. Həm də rəssam olmaq necə bir hissdir? Hansı üstünlükləri var? Çox maraqlı bir hissdir. Əslində, yaradıcılıq işlərini çox sevirəm. Bu məndə uşaqlıqdan yaranan bir həvəsdir. Özüm öz üzərimdə işləyərək, yeni ideyalar, yeni nələrsə kəşf edərək, müxtəlif istər kağız üzərində olsun, istər kətan üzərində, boşqab, keramika, daşın üzərində, müxtəlif nəsrlərin üzərində mən müxtəlif şəkillər çəkirəm. Heç bir akademik bununla bağlı təhsil almamışam. Çəkdiyim rəsmlər dostlarım, tanışlarım, çevrəmdəki insanlar tərəfindən böyük rəğbətlə qarşılandığı üçün fərdi rəsm sərgisi keçmək qərarına gəldim. İlk fərdi rəsm sərgim Ankara Dünyam adlı rəsm sərgim olub. Daha sonra Arıqçının məndədir, Məsafələr Əngəl deyil adlı sərgilərdə iştirak etmişəm. 8 ildir obada çalışan Elvin bəy şirkətin 10 illik yubileyinə də rəsm çəkib. Rəsm əsərimiz bir ağacın köklərindən başlayır. Bu köklərin sayı 10'dur. Köklərin 10 ədəd olma səbəbi şirkətimizin 10 yaşında olmağını bildirir. Və köklərin başlanğıc yeri birləşir Veysel Şirkətlər qrupuna. Veysel Şirkətlər qrupundan yaranan köklərdir. 10 il. Bu köklər birləşir, iri bir gövdən əmələ gətirir, ağacın gövdəsi. Bu da şirkətimizin güclü, qüvvətli, dayanıqlı olmasının işarəsidir. Gövdədən çıxan budaqlar isə 5'dir. 5 budağın mənası 5 dəyərimizi əhatə edir. Yəni, ədalətli, etibarlı, təşəbbüskar, bir və bütün məsuliyyətli. 5 dəyərimiz. Bu dəyərlərimiz birləşir, özlüyündə artıq ağacı formalaşdırır və dəyərlərlə böyüyən 10 ilimizi əmələ gətirir. Elvin bəy, bəs rəsm çəkməyin işinizə təsirləri varmı? Rəssamlar mənə yaradıcı olmağı öyrədibdi, həmçinin səbirli, təmkinli davranmağı öyrədibdi. Bu hissəni mən artıq öz işimdə də tətbiq edirəm. Görüşdüyüm namizədlərlə, istər hər hansı bir müraciətlər olsun, həmin müraciətlər zamanı səbirlə, təmkinlə, ola bilər ki, hansı bir məsələ ilə bağlıdır, dinləyirəm və məsələnin artıq məğzini ortaya çıxartdıqdan sonra onu həll istiqamətində müəyyən addımlar atırıq. Rəsm çəkərkən detallar vacibdir. Rənglər, balans, kompozisiya. Elvin bəy, bəs insan resurslarında bu sistem necə qurulur? İnsan resursları mənə struktur, analiz və sağlam düşüncə qazandırır. İnsan resursları biznes tərəfdaşlığı olaraq əsas rolum şirkətin biznes məqsədləri ilə insan potensialı arasında sağlam və davamlı köprü qurmaqdır. İnsan resursları üzrə Biznes Tərəfdaşlıq bölməsinin müdiri olaraq əsas işiniz nədir? Şirkətin strategiyasına uyğun güclü komanda formalaşdırmaq, yeni istedadların cəlb olunması, əməkdaşlarımızın dəyərlənməsi, gələcək karyerasını formalaşdırması və bu istiqamətdə onlara yol yoldaşı olmaq, yol göstərməkdən ibarətdir. Yeni əməkdaşların işə qəbulu və onların karyera planlaması olduqca məsuliyyətli işdir. Elvin bəy illərin verdiyi peşəkarlıqla bu işlərin də öhdəsindən gəlir. Düzgün insan seçərkən təkcə namizədin peşəkar bacarıqlarına deyil, həmçinin dəyərlərinin, şirkət mədəniyyətinə uyğunluğuna əsas alınır. Qərar verərkən namizədin şirkətimizdə müsahibə zamanı hansı vəzifədə, gələcək karyerasında hansı vəzifədə olmağı və bununla bağlı bizə bildirişləri bizim üçün çox önəmlidir. Namizədin gələcək karyerası, gələcək hədəfi, hansı vəzifədə olması. Elvin bəy, bəs sizcə insan resurslarının biznesdə rolu nədir? İnsan resursları ilə biznes strategiyasını uzlaşdırmaqdır. Yəni, doğru insan, doğru yerdə və doğru zamanda olmalıdır prinsipindən hərəkət edirik. Və biz də çalışırıq ki, prinsipi əsasında namizədlərimizin işə qəbulunu həyata keçiririk. Şirkətimizin 10 ilini qeyd etmək həqiqətən çox sevindiricidir. Yubiley münasibətilə bütün rəhbərliyimizi, əməkdaşlarımızı təbrik edirəm. Daha böyük uğurlara, 20 illiklərə, 30 illiklərə çatmağımızı arzu edirəm.